Bəli, hal-hazırda Cənub Astara buraxılış məntəqəsinə Azərbaycandan İrana göndərilən 10 yük humanitar yardımı daxil oldu və qeyd edeyim ki, məntəqədə yardım yük avtomobilləri gömrük prosedur qaydalarını həyata keçdikdən sonra üçüncü yardım, yəni humanitar yardım yola salınacaq. İran İslam Respublikasına həcmi 200 ton olan müxtəlif adlı ərzaqlar, dərman vasitələri və tibbi ləvazimatlar bura daxildir və qeyd edim ki, bu artıq üçüncü humanitar yardımdır ki, Azərbaycandan İran İslam Respublikasına göndərilir. Fasiləsiz və qeyd edim ki, təhlükəsiz qaydada da iş prosesi gedir. Hal-hazırda gömrükdə, yoxlanış məntəqəsində hazırda prosedurlar aparılır. Müəyyən müddətdən sonra isə aidiyyatı üzrə həmin yardım çatdırılacaq. Biz isə həmin məlumatları, bu məlumatları sizə bax elə buradan Cənub Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən çatdırdıq.